Herkese salam. Necəsiz əziz dostlarım? Kanalıma və yeni bir videoma xoş gəlmisiniz. Bu video digər video ilə birləşməli idi. Xırda söhbətlər var. Postumda da gördüyünüz kimi təzə Azərbaycan dilinin 9 illik kitabını aldım artıq və əlavə səs-küy var da Zülsain. Yəni bunu almışam artıq. Bu gün ayrı bayaq aldım, getmə aldım. Yanında belə bir flomaster aldım. Təsəvvür bu yaşıl rəngdədir də dostlar. Amma bunun rənginə baxın. Nə rəngdədir? Yəni nə əlaqə bilmədim nəysə. Mama dedi ki, həqiqi içdiyin səhv qoyulardı. Və bundan aldım bir dənə də belə bir minicik bloknot. Pis deyil bu. Yəni yaxşıdır. Buradakı mənim əvvəlkidir heç. Bu yaxşıdır. Ümumi bunların üçünün hamısına o pul verdi. 8 manat bu, 1.50 bu, 50 qəpik də bu oldu. İstifadə eləməyəcəm hələlik. İstəyirəm inşallah yeni məktəb ilim açılsın. Onda istifadə eləyərəm. Elə bunu da eynən. Amma biraz istifadə etmişəm. Çox güman ki, biraz istifadə eləyəcəm. Çünki qaydalar falan yazmaq istəyirəm. Yəni hazırlıqlarımda da istifadə eləyəcəm. Yəni bunu olar artıq yəni hazırlıqda istifadə eləyəcəm. Amma belə öncə dəstə istifadə edəcəm mənə gəlir. Yaşkək söhbətindən sonra bir gün keçdi və o həmin günün növbəti günüdür bu. Artıq dostlar, deməli o həmin vloqları birləşdirəcəm deyə mən də tez vloq başladım. Yəni vloqun davamını çəkim dedim. Növbəti yox, ondan növbəti gündən sizin hər birinizi salamlayıram. Mən burada başlamışam tezdən səhər saat neçədir? Saat 13:56-dır və mən də ki dərs edirəm burada riyaziyyat. 45 dəqiqəlik timer qoşmuşdum gördüyünüz kimi artıq 10 dəqiqə 49 saniyə qalıb dedim dayandırım və başlayım sizlərlə videonu çəkim bir dənə tez danışım. Belə mən də yazıram elə 10 dəqiqəni də sizlərlə birlikdə işləyim gəlin. Dostlar, deməli hələ də mənə rəyləri yazırsınız ki, sual-cavab videosu hanı, niyə gəlmir falan haqqında. Dostlarım, onu demək istəyirəm ki, sizlərə sual-cavab videosu elə bir videodur ki, onu səssiz bir ərazidə çəkmək istəyirəm və kompüterdə məsələn sadə bir həzin musiqi qoymaq istəyirəm və gözəl bir səslə yəni video çəkmək istəyirəm. Yəni mənim xəyalımda olan sual-cavab videosu belədir. Üzümü göstərmədiyim üçün mənim xəyalımda belədir. Yəni dediyim kimi. Amma ki sizə onu da deyim ki, yəni onun üçün hələ tam-tamına şərait yoxdur. İnşallah uzağa yəni sizə onu deyim ki, 5 günə falan gələcək. Düşünürəm ki, ya sabahmı, ya birisi günmü, yəni uyğun bir vaxt tapıb mütləq sizlərə çəkəcəm. Bilmirəm. Bu vloqu əslində istəməzdim sual-cavab videosundan əvvəl paylaşmağı. Yəni istəyirdim sual-cavab videosu paylaşım, sonra isə yəni paylaşım bu vloqu, yəni. Amma təəssüflər olsun ki, belə oldu. Eybi yoxdur. Mən düşünürəm ki, yəni bununla da keçsək olar. Deməli, bu arada kanalıma abunə olub like atmağı unutmayın. Yəni mütləq 800 abunə olmalıyıq. Sizləri gözləyirəm. Çünki yəni mən oturub sizlərə bunları montaj edirəm və editləyirəm. Yəni siz də mənə yardım edin və biz birlikdə 800 abunəçimiz olsun. Bayaq da dediyim kimi burada da riyaziyyat işlədim biraz. 10 dəqiqə əslində 45 dəqiqəyə çəkmişdim. Yəni 45 dəqiqə olmalıydı. Sadəcə həmin hissənin 10 dəqiqəsini elədim. Bu arada gördüyünüz kimi əlavə bir vaxta ayırmışam və orada da biraz da əlavə işlədim. Çünki 1-2 dənə sualım qalmışdı. İstəyirəm ki, məsələn 30 dənə sualsa 28 dənə işləmişəm. 30 dənə tam-tamına olsun. Bu arada buradan bilirəm ki, Turani də mənim vloquma baxır. Ona da buradan salamlar deyirəm. Çox sağ olsun ki, vloquma baxır. Dostlar, 45 dəqiqəm əslində bitmişdi. Mən sadəcə 28-də idim deyə 28-i yazıb qurtardım. 45 dəqiqə artıq bitmişdi. Dedim 30-a qədər olsun. 29-30-da yazdım. İki sual sadəcə artıq yazdım. Belə bu qədər. Gedim biraz istirahət edeyim. Başım dincəlsin. Çünki riyaziyyat adam başı biraz qırır. Necəsə dostlar, inşallah qəlbin çox yaxşı olarsınız. Bugün növbəti günə başlayırıq. Necə deyim. Çox biraz fragment çəkmişəm. Onu qoyacağım bu videonun qabağına. Onu izləyəcəksiniz və sonra gələcəksiniz bura. Bəli. Bugün hazırlığımın ilk günüdür. Özdə Azərbaycan dilindən hazırlığa gedirəm. Bəli. Saat 11-də. Hal-hazırda saat 9-dur. Mən dedim elə otağı falan yığışdırım burada. Onları yığışdırım, gəlirəm indi. Deməli dostlar, indi sizlərə çox vacib bir məsələ haqqında danışmaq istəyirəm. Əsas məsələ nədir, onu deyim. Mən kanala başlamadan öncə ümumiyyətlə demişdim ki, yəni avqust ayında mən bunu kanala davam etdirəcəm ancaq. Amma ki, yəni bugünə qədər sizlərə dediyim kimi, yəni heç vaxt məndə olmamışdı ki, yəni kanalım bu dərəcədə çoxlu inkişaf eləsin. Həqiqətən bir videom nə bilim, yəni uzun videolar nəzərdə tuturam. 31 min baxış yığsın yəni. Bunu gördükdən sonra özümdə çox böyük bir həvəs yarandı. Ona görə də buna davam etməyə qərarını aldım. Amma ki, yəni bu hal-hazırda yay ayında baş verən proses kimi olmayacaq. Deməli sizlərə bunu da əvvəlcədən deyim. Yay ayında gördüyünüz kimi mən deməli
2 gündən bir falan vloqlar paylaşıram. Amma ki, həmin vaxt elə olmayacaq artıq. Çünki mənim bildiyiniz kimi statistikam dəyişəcək. Çünki dərslərim olacaq dostlar. Çox vacib imtahanım var. Vacib dediyim, bəzi insanlar heç bunu vacib saymır. Yəni 9 il imtahan nəzərdə tuturam. Amma mən 9 il imtahanı da çox yüksək bir nəticə əldə etmək istəyirəm. Yəni mən əslində bilirəm öz-özümə ki, yəni mən bunu onsuz da keçəcəm. Yəni pis olmayacaqdı. Amma ki, mən yenə də bunu gözəlcəsinə davam etdirmək istəyirəm belə. Və buradakı hazırdır. Qardaşımınkini də belə etdim. Dostlar, deməli, nə danışacaqdım sizə? Bura heç bura fikir verməyin. Sizlərlə gələkdə mən hazırlıqdan gələndən sonra sizlərlə birlikdə təmizləyərik. Bura toz içindədir. Gördüyünüz kimi buralar falan. Bunları boş verin. Deməli, nə danışacaqdım sizlərə? Hə, əslində mənim bu günə 2-dən hazırlıq salınmışdı. Mənim ingilis dili hazırlığımda bu günə salınmışdı. Deməli, saat 9:30-da ingilis dili başlayacaqdı. Mənimlə 1 saat yarım keçəcəkdi və saat 11-də də Azərbaycan dili başlayacaqdı. Hər ikisi məktəbdə olacaqdı. Hə, ingilis dili hazırlığı isə ona görə dəyişildi. Deməli, bu gün 2-ci gündür, Azərbaycan dili idi və 3-cü gün, yəni sabah saat 1-ə ingilis dili alınıb. İnşallah ki, əgər vlog olsa onu qataram bura. Olmasa da ki, ayıraram yəni. İngilis dili vloqu da gözləyin yəni. İngilis dili hazırlığına da gedəndə vloq çəkəcəm mütləq sizlərə. Hazırlıq kombim də bu olacaq. Belə bir yaşıl köynək və belə bir şalvar geydirəcəm sizə. Dostlar, deməli, dünən mənim mamam dedi ki, neysə termosu, yəni qışda daha çox gedirdi. Ona görə mən də götürmək planımı ayırdım özümdən və adi bir butulkada su götürürəm. Almadım çünki evdə butulka var idi. Ona görə də elə bunu götürəcəm. Ehtiyac yoxdur. Yəni qışda bunun içinə çay götürüb mən götürürəm. Belə su aparmam onsuz da bunun içində mən. Və onsuz da çantamın içində birlikdə yığmışdıq. İstər kitab, dəftər, istər də ki, qələm qabı olsun. Yəni hamısını bir yerdə yığmışdıq. Ona görə göstərməyə ehtiyac yoxdur. Bu arada həmin vloqlarda baxmamısınızsa mütləq baxın hamısına. Tez. Dostlar, adətən belə videoları mən tezləşdirirəm. Və tezləşdirilmiş bir rejimdə əsasən də sizlərə üstünə səs yazaraq bir mövzu haqqında danışıram. Amma bugün necə edəcəyim? Mən sizlə təmizləyə buraları sizlərlə danışacağım. Əgər səslər olsa üzr istəyirəm bu arada. Davam edək. Deməli, əsas məsələmiz ondan ibarətdir ki, mənə bir 6-cı siniflərə, bir də 7-ci siniflərə tövsiyə videosu istəyirlər. Mən demişdim ki, onlara dedim ki, yəni vlogda sizlərə bunu cavablayacağam mütləq. Yəni mütləq şəkildə bunu deyəcəm sizlərə vlogumda. Əslində hər ikisinə mənə elə gəlir eyni cavab verəcəm. Çünki əlavə bir şey fikrimdə yoxdur. Mənə elə gəlir elə belə deyim də 6-cı sinif və 7-ci sinif eynidir. Eyni deyəndə ki, dostlar, necə deyim? Biraz belə bir-birlərinə bənzəyirlər. Düz 7-ci sinifdə hər şey qat-qat çətinləşir. Həqiqətən də mən sizlərlə çox razıyam. 7-ci sinifdə, 6-cı sinifdə mən riyaziyyatdan düşdüm, belə deyim. 5-ci sinifə qədər əlaçı olaraq irəliləmişdim. 6-cı sinifdə riyaziyyat, bir dənə riyaziyyat fənninə görə əlaçlığından düşdüm. Və çox təəssüf ki, həqiqətən buna görə çox pis olmuşdum. Deməli, bunlar niyə, saç tükləri niyə buradadır, neysə. Mən atıram onsuz da. Hə, deməli, əsas olaraq riyaziyyat. Ümumiyyətlə, mənə elə gəlir ki, 11-ə qədər riyaziyyat ən vacib fənlərdən biridir. İstər ibtidaidə olsun, istər böyük sinifdə olsun. Yaxşı qiymət almalısınız riyaziyyatdan. Çünki riyaziyyatdan aşağı alsaz, gələcəyi çox çətin çəkəcəksiniz. Həqiqətən sizlərə bir əminliklə deyirəm. Amma mən balaca sinifdən, onu da deyim ki, balaca sinifdə həqiqətən çox çalışırdım. Riyaziyyatı bilmirdim. Amma mənim düzdür, ən çətin çəkdiyim fən balacaqdan ingilis dili olub. Yəni, hazırlıq söhbətini həll eləməmişdim deyənə. Yəni, tək hazırlaşırdım, özümə hazırlaşırdım deyə biraz ingilis dilinə çətinliyim var idi. Amma çox şükür ki, onu da aşa bilmişdim. Yəni, özüm oturub onu öyrənmişdim həqiqətən də. Sonra, yəni, bu arada onu necə öyrənmişdim, əgər istəsəniz o haqqında da danışa bilərəm sizlərə. Niyə belə suyu azdır? Neysə. Deməli, əsas məsələ düzdür, təkcə riyaziyyata odaqlana bilərsiniz. Yəni, onu fikirləşə bilərsiniz ki, yəni, riyaziyyat ən əsasdır. Bu, mən sizə həmişə demişəm, məndən kim nəsə soruşursa, onu da mütləq deyirəm. Yəni, məncə əsas məsələdir həqiqətən. Aha, indi bu hissəni keçid edib silək təmizləyək.
Burada başqa şey ayıracağım indi. 6-cı siniflərə onu demək istəyirəm. 6-cı sinifdə riyaziyyat, ana dili və ingilis dili. İngilis dilinin üstünə biraz tez düşün. İngilis dili vacib fənlərdən biridir. Yəni açım. Deməli, 6-cı sinifdə Azərbaycan riyaziyyat, ingilis dili əsas fənlərdir. Bildiyiniz kimi, ümumiyyətlə həmişə dediyim kimi onlar əsasdır, onsuz da onlar heç o ayrı məsələdir. Deməli, çalışın bütün fənlərinizi yaxşı oxuyun. Yəni təkcə bir fənnə odaqlanıb oxumayın. Məsələn, mən 8-ci sinifdə başladım əsas bir fənni oxumağa ki, yəni seçdim xüsusi bu niyə belə bulanır? Seçdim xüsusi fən ki, yəni mən bu qrup üzrə hərəkət edirəm və oraya üzrə getmək istəyirəm. Yəni onu mən artıq özümə dedim. Və deyəndən sonra da başladım oxumağa. Düzdür, əslində mən deməli, hansı dediyim kimi fizika üzrə getdim. 8-ci, amma 7-ci sinifə qədər mən bütün fənləri oxuyurdum. Texnologiyacan, musiqiyacan dəftərim var həqiqətən də. Yəni o dərəcədə şey edirdim. Hər birinə diqqətlə yanaşırdım. Sizə musiqidə müəllim dərs verirdi və mən oturub onu öyrənirdim. Amma 8-ci sinifdə hər şey dəyişdi. Çünki bilirdim ki, artıq mən bilirəm nəyə qadirəm və bilirəm ki, nə etmək istəyirəm həqiqətən də. Yəni onu demək istəyirəm ki, əsas bir fənnə odaqlanmayın. Yəni siz hələ ki balacasınız, onu deyim. Yəni balaca vaxtda bütün fənləri oxuyun ki, gələcəkdə biləsiniz ki, hansı ixtisası seçəcəksiniz. Şəxsən mən elə elədim. Əgər məsələn mənim balacaqda musiqiyə tamamilə marağım olsaydı, bəlkə də mən musiqini seçərdim. Çünki onsuz da bir fikrim mən bilmirdim hələ tamına. Yəni əgər bir texnika üzrə bir şey mənə maraqlı olsaydı, çox deməli texnologiyanı seçərdim. Rəssamlığa marağım olsaydı isə, yəni təsvir incəsənəti seçərdim. Amma mən onların heç birini bəyənmirdim həqiqətən. Sadəcə bir fən kimi oxuyurdum. Yəni tam ciddi şəkildə onlara yanaşmırdım, amma belə oxuyurdum həqiqətən də. Sonra 7-ci sinifdə onu demək istəyirəm ki, məncə 6-cı sinifdən bu qədər. Bir də ki, əsas Azərbaycan dilindən ingilis dilinə fikir verin. Bir də ki, artıq 6-cı sinifdə X-lə bağlı məsələlərimiz başlayır. X-lə bağlı məsələlərə də xüsusi diqqət yetirin ki, həmin onları anlayasınız. Çünki sonra X-i birdən 7-ci sinifdə görsəniz, deyəcəksiniz bu niyə, bu hərf nə yazır burada falan deyərsiniz. Yəni çox vacib məsələlərdən biridir mənə elə gəlir. 6-cı sinifdə oxumaq. 6-cı sinif elə bir keçid dövrüdür artıq böyük siniflərə. Yəni 5-ci sinif elə bir uşaqlıq dövrü kimi görürəm mənə elə gəlir. Nəysə, amma bu arada bu mənim öz şəxsi fikirlərimdir. Hər hansı şəxsi fikir fərqli ola bilər həqiqətən də. Yəni mən heç kimin fikrinə qarışmıram. Hərə özü fikirləşir. Yəni hərənin öz fikri var bu arada, yəni onu demək istəyirəm. Bu arada sizin də fikirləriniz nədir bu haqqında? Yəni məsələn mənim kimi başqa 9-cu siniflər ola bilər. Onlar da öz fikirlərini desinlər. Onlar necə fikirləşdilər, özlərinə tövsiyə edirlər məsələn. Məni izləyən başqa adamlar da var. Və yəni nə tövsiyə edirsə onlar da deyə bilərlər. Tövsiyə tərəflərimiz isə bu qədər oldu. Yəni bəyəndinizsə mütləq mənə rəylərə yazın. Başqa siniflərə bəlkə olacaq 5-ci sinif bir istəyəcək. Yəni mütləq onları da yazın. Bir dənə burada bir ləkə qaldı. Heç nə görmürsünüz inşallah bunu. Bunu çıxardacağam. Heç bunu ayrı çıxardaram. Domestosuna falan mama eləyər. Mənlik deyil, çıxmır yəni. Səndə çıxmadı. Nəysə. Buranı da sizlərlə bu arada belə kontenti bəyənirsinizmi, bəyənmirsiniz? Bunları mütləq məndən belə bölüşün. Belə. Gecəlik vlogun davamına. Və buraları da təmizləyə buraları da belə sizlərlə danışaraq bitirdim. Və burada da sizlərə axşam yeməyimi göstərəm. Anam çox ləzzətli bir dolma hazırlamışdı. Bir gözəl vlogun daha sonuna gəldik. Kanalıma abunə olub qatmağı unutmayın. Videolarım tez-tez gəlməsi üçün mənə dəstək olun dostlar. Belə.